Bugün mətbuatda xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayevanın işdən çıxarıldığı ilə bağlı məlumat yayılıb. Məlumata görə, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifəsindən azad edilib. Qeyd edək ki, Röya Musayeva 2 ilə yaxındır ki, Kanadada yaşayır. Bunu Niyaməddin Musayev 2024-cü ilin fevral ayında qatıldığı proqramlardan birində açıqlayıb. O bildirib ki, qızı təxminən bir ay əvvəl ailəsi ilə birgə Kanadaya köçüb. Bir çox iddialara görə də onlayn Kanadadan işlədiyi deyilir. Röya Musayeva vəzifədən son günlərdə və ya yaxın müddətdə azad edilməyib. Çünki nazir Azərbaycanda yaşamayan birini vəzifədən azad edə bilməz və ya ölkəni tərk etmiş biri vəzifədə qala bilməz. Xeyr, mən Fövqəladə Hallar Nazirliyindən Kanadaya gəlməmişdən öncə öz ərizəmlə, öz xahişimlə ərizə yazıb işdən azad olmuşam. Bəzi qruplaşma, jurnalistlər qruplaşma yaradıblar. Nazirliyə qarşı, mənə qarşı, yəni ki, bu təbliğat aparırlar. Hamınız oturun yerinizdə. Açaram sandığı, tökərəm pambığı. Mən sizin hamınızı qurban eləyirəm Niyaməddin Musayevə. Hamınızı sülalənizi, sülalənizi o kişiyə qurban eləyirəm. Çünki o kişi çox gözəl kişidir, çox gözəl insandır Niyaməddin Musayev. Son günlər məlum mahnı qalmaqalına görə gündəmə gələn Röya Musayevanın işdən çıxarılması xəbəri də bugün ictimailəşib.